Yəni faktiki olaraq onu qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh missiyası iflasa uğradı. Yəni Amerika prezidenti Donald Trumpın yeritdiyi bu sülh yaratma missiyasının artıq baş tutmadığını biz birmənalı şəkildə qeyd edə bilərik. Bu isə o anlama gəlir ki, müharibə davam eləyəcək. Yəni bu hamıya aydın olan bir həqiqətdir və eyni zamanda sizin süjetdə də qeyd olunduğu kimi Rusiya ordusu öz hərbi əməliyyatlarını daha da genişləndirməyi planlaşdırır və Prezident Putin Ukrayna ərazisində bir bufer zonası yaratmaqdan söhbət açır. Bu isə o deməkdir ki, Ukraynanın 3 vilayətində, yəni Xarkov, Sumi və Çernigov vilayətləri ərazisində Rusiya müəyyən bir əraziləri, yəni geniş əraziləri işğal eləmək niyyətindədir ki, orada bir bufer zonası dediyi zonanı yarada bilsin. Bu təbii ki, çox çətin bir vəzifədir. Yəni söhbət çox geniş bir böyük ərazilərdən gedir və müharibənin də gedişatı onu göstərir ki, Rusiya ordusunun irəliləyişləri çox minimum həddə enib bu ildən etibarən. Keçən il bir xeyli irəliləyiş əldə elədi və Ukrayna ərazilərinin daha bir qismini işğal eləməyə nail oldu. Amma bu il ərzində Rusiya ordusunun irəliləyişi daha ağır baş verir. Yəni bu baxımdan mən Putinin elan etdiyi bu vəzifənin yerinə yetirilməsinin hərbi baxımdan o qədər də asan olmayacağını düşünürəm. Amma birmənalı onu qeyd edə bilərik ki, hərbi əməliyyatların və müharibənin daha da şiddətlənəcəyi artıq qaçılmazdır. Bu da bir daha qeyd etmək istərdim ki, Donald Trumpın missiyasının artıq tamamilə iflasa uğradığını göstərir. Halbuki cənab Trump bunu etiraf etmək istəmir. Deyir, biz geri çəkilirik sadəcə proseslərdən. Faktiki, yəni o müşahidə olunan odur ki, Trump yavaş-yavaş buradan bu prosesdən özünü geri çəkir. Özünü geri çəkir. Alınmadığını gördüyü üçün böyük ehtimal. Alınmadığını görür, amma bunu etiraf eləmir. Bunu etiraf eləmir. Çünki bunu etiraf etsə, növbəti mərhələyə keçid etməli olacaq Amerikan siyasətində. O mərhələ də ondan ibarətdir ki, Rusiyaya qarşı sanksiya rejiminin yenidən ağırlaşdırılması və yeni sanksiyaların tətbiqi gündəmə gəlməlidir. Trump da bunu istəmir. Çünki bunu etsə, yəni bu faktiki onun etirafı olacaq ki, məndən əvvəlki administrasiyanın, yəni Biden hökumətinin bu istiqamətdə yeritdiyi siyasət yeganə doğru siyasət imiş. Halbuki Donald Trump seçki kampaniyasının üzü bəri Biden hökumətinin yeritdiyi siyasətin nə qədər yanlış olduğunu, özünün hakimiyyətdə olduğu təqdirdə bu hadisələrin baş verməyəcəyini söylüyürdü. Amma o sanksiya siyasətinə qayıdış onun etirafı olacaq ki, əvvəlki administrasiyanın siyasəti yeganə doğru variant imiş. Eyni zamanda Trump həm də bunu ona görə istəmir ki, yəni bu bir məşəqqətli variantdır Amerika üçün. Yəni Trumpın nöqteyə nəzərinə yanaşanda burada, yəni Rusiyaya qarşı yenidən o əvvəlki təzyiq siyasətinə dönüşün Amerikanın üçün hər hansı bir dividend vəd etmədiyi ortadadır. Yəni Trumpın nöqteyə nəzərinə mən deyirəm bunu. Halbuki Trump və onun çevrəsindəki bəzi şəxslər, iş adamları, Witkoff başda olmaqla, onlar Rusiyanın geniş iqtisadi imkanlara malik olduğunu görürlər. Yəni Rusiya dünyanın bir xammal bazasıdır və onlar Rusiya ilə iqtisadi əməkdaşlıqdan fayda götürməyin xəyallarını qururlar, belə deyək. Ona görə də Trump hələ ki bu sülh missiyasının baş tutmadığını etiraf etmək istəmir, bu yeni durumu təsbit etmək istəmir və özünü elə göstərir ki, əslində yəni mən bunları masaya oturtmağa nail oldum. Bundan sonrası artıq onların öz işidir. Şahin bəy, qeyd elədiyiniz kimi Vladimir Putin bufer zona yaratmaq niyyətindədir. Bunu özü açıqlayıb, açıqlamasından aydın olur. İstərdim ki, həmin o açıqlamaya da nəzər yetirək, daha sonra digər detallara da sizinlə toxunaq. Sərhədlər boyunca lazımi təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll eləyir. Atəş nöqtələri dərhal aşkarlanaraq məhv edilir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyərdim ki, mövcud vəziyyəti nəzərə alaraq Kursk, Belqrad, Bryanskda işlərimizi genişləndirməliyik. Nəqliyyat və infrastrukturu bərpa eləməliyik. İnsanlar tərk etdikləri yerlərə qayıtmalıdırlar. Həmin ərazilərdə işlərin bərpasını İqtisadiyyat Nazirliyinə tapşırıram. Prezident administrasiyası ilə birlikdə qısa müddət ərzində hərtərəfli proqram hazırlanmalıdır. Şahin bəy, Vladimir Putinin açıqlamalarına biz nəzər yetirəndə sanki heç nə olmamış kimi artıq həyat yenidən qayıtmalıdır ora, öz düzəninə qayıtmalıdır tərzində bir nitqin şahidi oluruq. Müharibə davam eləyir. Belə bir zamanda bufer zonanın yaradılması ilə bağlı açıqlamanın verilməsi həm də elə Ukrayna tərəfinin düşündüyü kimi bu işğalı qanuniləşdirmək məqsədimi daşıyır. Yoxsa burada həm də bir növ artıq bizim üçün iş yekunlaşıb, biz bufer zona yaradırıq tərzində bir açıqlama var. Yəni əvvəlcə onu qeyd etmək lazımdır ki, yəni Putinin bu açıqlaması
beynəlxalq hüquq sisteminin bir daha iflas etdiyini göz önünə qoyur. Yəni bir dövlətin başçısı çox rahatlıqla çıxır, açıqlama verir ki, biz başqa bir dövlətin ərazisini işğal edəcəyik və orada bir bufer zonası yaradacaq. Yəni dünyanın gəldiyi nöqtəni anlamaq baxımından bu Putinin çıxışı həqiqətən ibrətamizdir. Onu söyləmək lazımdır. Başqa bir tərəfdən də yəni dediyim kimi burada yəni Rusiyanın təbii ki niyyəti Ukrayna üzərində həm hərbi, həm də siyasi müstəvilərdə baskını daha da artıraraq onu Rusiyanın şərtlərini qəbul etməyə vadar etməkdən ibarətdir. Yəni Rusiyanın bu müharibədən siyasi gözləntiləri var. Yəni müharibə belə bir söz var da, Clausewitzin sözüdür ki, müharibə siyasətin başqa metodlarla davam etdirilməsi deməkdir. Yəni burada da Rusiyanın təbii ki siyasi vəzifələri var. Bu müharibəni başlatmaqla qarşısına qoyduğu siyasi vəzifələr var və hələ ki biz o siyasi vəzifələrə Rusiyanın nail olmadığını görürük. Rusiya rəhbərliyi də buna nail olmağın ən effektiv metodu kimi hərbi təzyiqi gücləndirməkdə görür. Buna görə də yeni Ukrayna ərazilərini işğal etmək və Ukraynanı artıq fakt qarşısında qoymaq istəyirlər ki, sənin başqa yolun yoxdur, sən bu müharibədə uduzan tərəfsən, sən masada bizim şərtlərimizi qəbul etməlisən. Qəbul etməsən, biz bu hücumları daha da genişləndirəcəyik, hətta perspektivdə yenidən birbaşa paytaxt Kiyevi hədəf ala bilər. Yəni Ukrayna üzərində hərbi baskını gücləndirmək istəyirlər ki, masada Ukrayna Rusiyanın ultimatumlarını qəbul etsin. Hansı ki, İstanbuldakı sonuncu görüşdə də biz bilirik ki, Rusiya nümayəndə heyəti və onun rəhbəri Medinski bir daha Rusiyanın o məlum ultimatum şərtlərini təkrar edib. Yəni faktiki Rusiya burada diplomatik müstəvidə hər hansı bir konstruktiv mövqe tutmur. Yəni Rusiya qarşılıqlı güzəştlər əsasında bu konfliktin həllini istəmir. Rusiya yalnız özünün o ultimativ şəkildə irəli sürdüyü siyasi şərtlərin Ukrayna tərəfindən yerinə yetiriləcəyi təqdirdə müharibəni dayandıra biləcəyini söylüyor. Bu isə yəni ən azından yaxın perspektiv baxımından bu düyünün açılmayacağını söyləməyə əsas verir. Şahin bəy, biz bir də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamalarını izlədik və o da daha doğrusu TASS-a verdiyi açıqlamalar da diqqət mərkəzindədir. Əsirlərin mübadiləsi məsələsindən danışır. Minə min belə bir şərtlə əsirlərin mübadilə ediləcəyi deyilir ki, bu da İstanbul danışıqlarından əldə olunan nəticədir. Belə şərh olunur. Əsirlərin mübadiləsi həyata keçiriləcək. Ən azından qarşı tərəflə belə bir razılıq var. Ukrayna istədiyinə çatacaq, amma digər müstəvilərdə əsirlərin mübadiləsi İstanbul danışıqlarından çıxan nəticə kimi qane eləyirmi tərəfləri? Daha çox gözlənti var idi, yoxsa elə İstanbula gedərkən sizcə bunu nəzərdə tutmuşlar, bunu da əldə etdilər? Təbii ki, xeyr. Yəni İstanbulda əslində ən azından bir atəşkəs haqqında bir razılaşma əldə olunacağı gözləntisi var idi. Yəni Ukrayna tərəfində və Qərb tərəfində belə bir gözlənti var idi, amma o da məlum idi ki, Rusiya bunu qəbul etməyəcək. Sadəcə görüş nəticəsiz bitmədiyini göstərmək üçün belə bir məsələ ortaya qoyuldu. Halbuki yəni bundan əvvəl də Ukrayna və Rusiya arasında dəfələrlə əsir mübadiləsi həyata keçirilib. Hətta 500 əsrin mübadiləsi, 600 əsrin mübadiləsi həyata keçirilib. Yəni bunun üçün İstanbula getməyə ehtiyac yox idi. Yəni bu sadəcə olaraq İstanbul görüşündə bir nəticə əldə olunduğunu göstərmək niyyəti daşıyır. Yəni Rusiya faktiki olaraq diplomatiyanı imitasiya edir. Yəni danışıqlar prosesinin imitasiyası ilə məşğuldur. Bu da öz növbəsində Trampa əsas verir ki, Tramp desin ki, bax görürsünüz, sülh prosesi davam eləyir, Rusiyaya qarşı sanksiya tətbiq eləməyə ehtiyac yoxdur. Yəni burada diplomatiyanın imitasiyasından söhbət gedir. Mariya Zaxarova da Donald Trump'ın sülhlə bağlı açıqlamalarını şərh edib və politik formada deyib ki, onun dediyi açıqlamalar müharibə yekunlaşmalıdır, fikirləri heyranlıq doğurur. Bugün Rusiyada belə bir mənzərə yaradılır ki, Amerika Birləşmiş Ştatları prezidenti Rusiya ilə tamamilə eyni fikirdədir, onunla dil tapmağa çalışır. Donald Trump kifayət qədər ağıllı siyasətçidir. Birləşmiş Ştatlardan ilk dəfədir ki, kimsə Rusiya-Ukrayna müharibəsi ilə bağlı obyektiv reaksiya verir. Rusiyada yaradılan bu mənzərə istəyərdim ki, biraz müzakirə mövzumuz olsun. Məqsədli şəkildə atılan addımdır, yoxsa doğrudan da hesab eləyirlər ki, Trump onların maraqlarına uyğun az da olsa addım atır? Yəni dedikləri qismən doğrudur. Yəni Trump həqiqətən də Rusiya ilə dil tapmağa çalışır və konfrontasiya müstəvisinə geri dönmək istəmir və qeyd etdiyim kimi Rusiya ilə əməkdaşlığın qurulmasında maraqlıdır. Bunlar məlumdur, amma Trump bunları həyata keçirə biləcəkmi sualı çox vacibdir. Məsələn, biz görürük ki, hələ də Rusiyaya qarşı heç bir sanksiya ləğv olunmuyor. Yəni Trump gəldikdən sonra Rusiyaya qarşı sanksiyaların ləğvindən söhbət getmir və dövlət katibi Marco Rubio da Senatdakı çıxışında bir daha bildirdi ki, biz
bu məsələ həll olunmadan Rusiyaya qarşı sanksiyaları ləğv eləməyəcəyik. Yəni burada məsələn Trampın da tam sərbəst olduğunu söyləmək doğru olmaz. Tramp da həm Amerika dövlət aparatının mövqeyini, həm Konqresin mövqeyini, həm də ümumilikdə Amerika ictimaiyyətinin hələ də Ukraynaya dəstəyin güclü olduğu ictimai rəyi nəzərə almaq zorundadır. Ona görə də bəli, bir tərəfdən Tramp Rusiya ilə konfrontasiya müstəvisinə dönmək istəmir, yeni sanksiyaların tətbiqini arzulamır. Amma o biri tərəfdən də Rusiyaya qarşı bu günə qədər tətbiq olunmuş sanksiyaları hələ ki ləğv etmək niyyətində deyil və əksinə sizin də bildiyiniz kimi Amerika Senatında Rusiyaya qarşı yeni bir sanksiya layihəsi hazırlanıb və artıq 81 senator buna imza atıb. Yəni bu çox yüksək rəqəmdir. Bu 3-2-dən də yüksək rəqəmdir və gözlənti odur ki, əgər sülh prosesi baş tutmasa, hansı ki əslində bu aydındır ki, baş tutmayıb, Amerika Senatı, yəni Konqres Rusiyaya qarşı sanksiyalar istiqamətində hərəkətə keçə bilər. Yəni sanksiyalar icra hakimiyyəti səviyyəsində, prezident səviyyəsində qəbul olunmasa belə, qanunverici səviyyədə yeni sanksiyaların tətbiqi ehtimalı çox yüksək görünür. Və dediyim kimi, Senatda da bu 81 səslə keçərsə, hansı ki artıq o sayda senator imza atıb, bu halda prezidentin həmin sənədə veto qoymaq imkanı da qalmır. Çünki qanuna görə Senat 3-2 səs çoxluğu ilə prezidentin vetosunu aşa bilər. 81 senator isə 3-2-dən çox. Yəni bu halda Tramp hətta istəsə belə həmin sənədə veto qoya bilməz. Ona görə təbii ki, burada prosedur çox uzanır Konqres çərçivəsində, amma yaxın aylarda Rusiyaya qarşı qanunverici səviyyədə yeni sanksiyaların tətbiqi ehtimalı var. Artıq dediyiniz kimi sanksiyalar məsələsi gündəmdədir, amma digər tərəfdən də Vladimir Putinlə Donald Trump arasındakı telefon danışığından sonra Rusiyadan buna dair çox müsbət mesajlar verilirdi. Danışıqların müsbət məcrada keçdiyi deyilirdi. Hətta Birləşmiş Ştatların bu proseslərdən tamamilə çəkildiyi də iddia olunurdu. Düzdür, biz bilirik ki, onsa Birləşmiş Ştatlar da deyirdi ki, çəkiləcək, amma tam nöqtə qoyulmamışdı. Rusiya tərəfi isə elə açıqlamalar verir ki, sanki Trump bununla bağlı Vladimir Putinə tam olaraq vəd verib ki, gedin probleminizi özünüz həll edin. Doğrudan da mı sizcə Donald Trumpın Rusiyaya belə bir anda belə bir vədi ola bilər? Yəni biz artıq proseslərdən kənara çəkilirik, Rusiya-Ukrayna müharibəsi özü tərəflər tərəfindən həll olunsun tərzində. Bəli, onu qeyd eləmək olar. Yəni Rusiya tərəfinin bu iddiaları həqiqətə daha yaxındır. Yəni faktiki müşahidə olunan odur ki, Trump artıq bu məsələdən boyun qaçırır, özünün missiyasının uğursuzluğa düçar olduğunu söyləmədən, etiraf etmədən faktiki yavaş-yavaş bu sülh prosesindən özünü geri çəkir və məsələni tərəflərin öz öhdəsinə buraxır. Yəni bu mənzərə aydındır. Ona görə də yəni aydındır ki, məsələn bu il ərzində sülh əldə olunması ehtimalı çox aşağı düşdü. Halbuki ilin əvvəlində gözləntilər yüksək idi. Ən azından bir atəşkəs əldə olunacağına dair ümidlər var idi, amma bugünkü situasiya... Düşünürsünüz ki, bu il olmayacaq bu sülh müqaviləsi artıq? Yəni, qəti şəkildə təbii ki, demək olmaz. Yəni, biz sabah nə baş verəcəyini tam dəqiq bilə bilmərik. Amma yəni, bugünkü mənzərə onu söyləməyə əsas verir ki, bu il ərzində Ukrayna-Rusiya cəbhəsində bir sülh əldə olunması ehtimalı çox azaldı. Yəni, faktiki olaraq aşağı düşdü o ehtimal. Əgər sülhlə bağlı bu ehtimal azalırsa, o zaman vasitəçilər bəs necə aradan çıxacaqmı? Bilirik ki, bu danışıqlar Türkiyədə reallaşdı. İstanbul danışıqları çərçivəsində atəşkəsə ümid var idi və Türkiyə çox istəyirdi ki, təbii ki, atəşkəs elə bu ölkədə imzalansın, əldə olunsun. Əldə olunmadı. Belə çıxır ki, il ərzində biz daha sıx danışıqların şahidi olacaq, yoxsa əgər sülhdən ümidimizi üzmüşüksə danışıqlardan da əlimizi üzək? Danışıqlar ola bilər. Növbəti danışıqlar sizin də dediyiniz kimi Vatikanda ola bilər böyük ehtimalla. Ondan sonra da yeni növbəti görüş keçirilə bilər. Amma yəni bu görüşlərin konflikti dayandırmayacağı aydındır. Yəni tərəflərin hər hansı bir sülh anlaşması üzərində razılığa gəlməsi ehtimalı çox aşağı görünür. Yəni həddən artıq diametral bir-birinə zidd və uzlaşmaz mövqelərə malikdir hər iki tərəf. Yəni bunların uzlaşdırılması bu gün etibarilə qeyri-mümkün görünür. Sadəcə yəni yenə təkrar etmək istəyirəm ki, ən azından ona ümid var idi ki, bəlkə bir müvəqqəti atəşkəs əldə olunsun və həmin müddətdə tərəflər oturub artıq konkret sülh planını müzakirə etsinlər, amma yəni bu da baş tutmadı. Yəni Rusiya tərəfi təkcə Trampın atəşkəs təklifindən yox, həm də sülh təklifindən də imtina elədi. Yəni Amerika tərəfinin Rusiyaya 22 maddəlik bir plan təqdim etdiyini bilirik. Amma o plan da Rusiya tərəfindən rədd olundu. Yəni ona görə də hər nə qədər danışıqlar getsə belə, yəni
çünki Rusiya bu diplomatik prosesi imitasiya etməkdə maraqlıdır. Yəni bir sülh prosesi getdiyini Trampa göstərmək istəyirlər, amma yəni bu prosesin gedişatında ciddi razılaşmalar əldə olunacağı ehtimalı qeyri-mümkün deməyim, indi həyatda hər şey ola bilər, amma çox aşağıdır. Yenə təbii ki, texniki səviyyədə hansısa razılaşmalar ola bilər, əsir mübadiləsi, nə bilim, humanitar hansısa qarşılıqlı addımların atılması filan. Amma yəni bilavasitə konfliktin mahiyyəti üzrə bir anlaşmanın əldə olunması ehtimalı çox zəifdir. Şahin bəy, istəyərdim ki, biraz Avropa İttifaqı ilə münasibətlərdən də danışaq. Birləşmiş Ştatlara fokuslandıq, amma Avropa İttifaqı biraz kənarda qaldı. Avropa İttifaqı hələ də Ukrayna məsələsində həmrəylik nümayiş etdirməyə çalışır. Misal üçün, Serbiya prezidenti Aleksandr Vučićin mayın 9-da Moskvaya getməsi xəbəri də çox qınanılır. Elə yeni məlumat da Avropa diplomatiyasının rəhbəri Kaja Kallasdan verilib, daha doğrusu şərh verilib. O deyib ki, mən başa düşə bilmirəm ki, Ukraynanı işğal edən hər hansı bir ölkənin liderinin yanında Vučić necə görünə bilər. Yəni, Avropa İttifaqında kimsə xırda formada kənara çıxmağa çalışsa, o zaman ona təzyiqlər də başlayır. Bu baxımdan Avropa İttifaqının Ukraynaya göstərə biləcəyi dəstəkdən istəyərdim danışaq. Misal üçün, Macarıstanla bağlı da təzyiqlər var, dinləmələr keçiriləcək. Ayın 27-sində Macarıstanın səs hüququndan məhrum edilməsi məsələsi gündəmə gələcək Avropa İttifaqı çərçivəsində. Yəni artıq onlar Macarıstanın az qala hər qərara veto qoymasından beziblər. İndi problemi bu cür həll eləməyi düşünürlər. İndi bilmirəm o baş tutacaq ya baş tutmayacaq. Yəni o qərarın qəbulu da elə asan məsələ deyil. Çünki o presedent yaradır. Bu ittifaq daxilində dezinteqrasiya proseslərinin də əsasını qoya bilər. Yəni bunun riski bundan ibarətdir ki, bir üzvə qarşı çox sərt sanksiyanın tətbiqi ittifaq daxilindəki birliyi pozur. Ona görə də bu elə də asan qərar olmayacaq. Amma hər halda belə bir məsələnin gündəmə gəlməsi də özü ciddi hadisədir. Təbii ki, indi yəni Avropa İttifaqı da tutaq ki, Ukraynalıların sarı saçından, sarı gözündən xoşu gəlmir ki, onlar da öz maraqları naminə istəyirlər ki, müharibə daha da genişlənməsin, Rusiya Ukraynada qalib gəlməsin. Çünki Rusiya Ukraynada qalib gələrsə artıq birbaşa Avropa İttifaqının sərhədlərinə dirənmiş olacaq Rus ordusu və bu halda Avropa İttifaqı özünün müharibəyə qoşulması ehtimalı yaranacaq, riski yaranacaq. Yəni onlar bunu istəmirlər. Ona görə də Avropa İttifaqının, Avropa ölkələrinin marağı onu tələb eləyir ki, Rusiya məhz Ukraynanın içərisində dayandırılsın. Bunun üçün Ukraynaya təbii ki, qarşıdakı mərhələdə də həm maddi, həm də hərbi yardımlar Avropa tərəfindən davam etdiriləcək və burada təbii ki, yəni Amerika ilə müqayisədə Avropa İttifaqının Ukraynaya daha ciddi, daha real dəstək verdiyini görürük. Bu davam eləyəcək. Buna şübhə yoxdur.